Yanvarın 12-sində Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev rayon icra hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib. Rayon icra hakimiyyətinin başçısının aparatının inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə müdürlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyatı üzrə müvafiq göstəriş və tapşırıqlar verilib. Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub. İcra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. Eləcə də digər mövzularla bağlı aidiyyatı qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.